Hamıya salam. Bugün bizə kim baxırsa və izləyirsə, əlbəttə ki, yay olduğu üçün hələ də qışa hazırlıq edirik. Bu günləri istifadə edirəm gül kələmdən, kök artıq təmizləmişəm, yuyub təmizləmişəm. Bir ədəd acı biber. Əgər çox da acı xoşlayırsınızsa, acı biberinin biraz da çox əlavə edin. 2 və yaxud da ki 3 diş sarımsaq. Kələmi təmizləyirəm və hissələrə ayırıram, sonra isə yuyuram. Belə bir hissələrə ayırıram. Kökü də əlimin altında doğrayıb hazır saxlayıram. Bu şəkildə müəyyən qədər forma vermək üçün mən bu günləri 1 litrlik bankadan istifadə edirəm. Qaynar su ilə yuyuram. İstər balon olsun, istərsə də banka yaxşıca qaynar suda yuyuram. Sonra isə dəfnə yarpağı şüur içərisinə əlavə edirəm. Eyni zamanda xiyarı, pomidoru necə marinad ediriksə, həmən formada, həmən üsuldan istifadə edirəm. 3 diş sarımsağı da içərisinə əlavə edirəm və istədiyim formada, yəni istədiyimiz kimi sıra ilə həm gül kələmi içərisinə qoyuram, həm də ki kökü. Bu formada yığdım. Çalışın ki, tərəvəzləri bankanın içərisinə yığarkən çox da sıx yığmayın. Yəni ki, bankada boşluq, müəyyən qədər boşluq saxlayın, çox da yox. Əllə müəyyən qədər sıxdıqda tərəvəz sıxılır və yaxud da ki, yaxşı alınmır. Demək, su qaynadıram, qaynar su qaynadıram və üzərinə əlavə edirəm. Ağzına qapaq qoyuram, 10 dəqiqə saxlayıram. Suyunu boşaldıram. Artıq bu qapaq bizə lazım deyil. Bir kənara qoyuram. Bir xörək qaşığı duz əlavə edirəm. Yenə də qeyd edirəm, mətbəxdə işlədərkən hərə öz duzunun, yəni çox duzlu və yaxud da ki, şit alınacağını bilir, miqdarını yəni bilir. Çünki mən orada yemək hazırlayarkən çox vaxtı şit alınırdı. Bir xörək qaşığı duz əlavə edirəm. Üzərinə qaynar su əlavə edirəm. Ta bankanın ağzına qədər, dolana qədər. %70% uksusdan istifadə edirəm. Təqribən yarım çay qaşığı əlavə edirəm içərisinə, çox da yox. Dəmir qapaqdan istifadə edirəm. Qaynar suda təqribən 10 və yaxud da ki 15 dəqiqə saxlayıram. Sonra isə qapağı ağzına qoyuram bankanın. Qazana qaynar su əlavə edirəm. İçərisinə sözsüz ki, mətbəx dəsmalı əlavə qoyuram ki, sonra bankanı qoyuram. Banka çox vaxtı qaynayarkən sınmasın. Suya da qaynayarkən qazanda fikir vermək lazımdır ki, qazandakı su qaynar vəziyyətdə olmasın. Qaynar bankanı içərisinə qoymayın. Çünki çox vaxtı banka ya partlayır və yaxud da ki sınır. 15 dəqiqə qaynadıram.
Qapaq bağlayanla qapağı yaxşıca bağlayıram. Qaranlıq və sərin yerdə qış üçün saxlayıram. Bu qədər hazırladığım, bu qədər bugün də sizinlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi belə mənə yazmağı unutmayın. Sağollaşmıram, yenə də hələlik deyirəm.